Əziz dinləyicilərimiz, Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri ilə telefon bağlantısı yaratdıq. Hüseyn bəy, xoş gördük. Salam, necəsiz? Hər vaxtınız xeyir olsun. Çox sağ olun, yaxşıyam. Necəsiz? Çox sağ olun. Salamlayırıq sizi Naxçıvan radiosunun dinləyiciləri ilə görüşdürürük. Bugün biz dilimizdən danışırıq, dilimizin saflığının qorunmasından Hüseyn bəy. Və təbii ki, mən düşünürəm ki, reklam mətnlərində daha çox pozulur. Bu sahədə daha çox səhvlərə yol verilir. Ümumiyyətlə, etiraf edək ki, yəni əcnəbi dildə olması reklam mətnlərinin bu məsələnin bir tərəfidir. İkinci bir tərəfi də reklamlarda Azərbaycan dilinin normalarının pozulmasıdır. Leksik, qrammatik, fonetik normalar tamamilə pozulur. Bununla bağlı reklam agentliyi hansı işləri görür, hansı tədbirlərin görülməsi də nəzərdə tutulubdur? Buyurun. Mən də əvvəla bütün dinləyiciləri salamlayıram. Qeyd edeyim ki, Dövlət Reklam Agentliyi ümumiyyətlə reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur. Təbii ki, çatışmazlıqlar var və bu sahədə biz tərəfdən, agentlik tərəfindən xüsusi komissiya yaradılıb dövlət dilinin qorunması ilə bağlı və ümumiyyətlə mən dinləyicilərin, sahibkarların nəzərinə çatdırmaq istəyirəm ki, qanunvericiliyə əsasən reklam qurğularında yerləşdirilən reklamların mətnində dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Amma bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməlidir və dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəyə nişanı və coğrafi göstəricilər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qeydə alındığı formada göstərilməlidir. Bununla bağlı agentlik tərəfindən mütəmadi monitorinqlər aparılır və qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı dayandırılır. Statistik məlumatlara nəzər salsaq, qeyd etmək istəyirəm ki, qanunvericiliyin tələblərinin pozulduğuna görə bu ilin əvvəlindən bugünədək 43.527 reklamın yayımının qarşısı alınıb. Və təbii ki, ümumiyyətlə, sahibkarlar bilməlidirlər ki, açıq məkanda reklam yerləşdirməzdən əvvəl icazə alınmalıdır və bu icazə verilərkən təbii ki, digər qanunvericiliyin tələbləri yoxlanmaqla yanaşı dövlət dilindən istifadə qaydaları da yoxlanılır. Əgər hər hansı bir qanunvericiliyi tələbləri pozulmursa, bu halda həmin reklamların yayımına icazə verilir. Lakin görürük ki, bir çox hallarda sahibkarlar icazə almadan həmin reklamları yerləşdirirlər və təbii ki, bu halda dövlət dili normalarının pozulması hallarına da rast gəlinir. 2025-ci ilin noyabr ayına dək aparılmış monitorinqlər nəticəsində dövlət dili haqqında Azərbaycan Respublikası qanununun tələbləri pozulduğuna görə ümumilikdə açıq məkanda 365 reklamın yayımı dayandırılıb və dövlət dilinin pozulması hallarına açıq məkandakı reklamlarda daha çox paytaxt Bakıda, Sumqayıtda və Bərdə Regional Reklam İdarəsinin ərazisinə daxil olan ərazilərdə rast gəlinir. Və bununla bağlı təbii ki, tərəfimizdən monitorinqlər aparılır və bu cür hallarla rast gəldikdə həmin reklamların yayımı dayandırılır. Bundan başqa biz hazırda maarifləndirmə tədbirləri də aparırıq və bununla bağlı sahibkarlara xüsusi SMS vasitəsilə broşurlar da göndərilir və bu broşurlarda da həmin sözlərdən necə istifadə olunması qaydaları da yer alıb. Təəssüflər olsun ki, bir çox sahibkarlar düşünürlər ki, əgər onların obyektlərinin adı xarici dildə olduqda onların müştərisi daha çox olacaq və buna əsas gətirirlər. Amma təbii ki, hər kəs qanunun tələblərinə riayət etməlidir və həmin broşurlarda da qeyd olunub ki, məsəl üçün bir çox obyektlər üzərinə barber shop yazır. Burada qeyd etmişik ki, bunu bərbərxana yazmaq lazımdır və yaxud avtomoyka, avtoyuma kimi, rent-a-car, avtomobil icarəsi kimi, take-away, al-apar kimi, beauty center, gözəllik mərkəzi kimi qeyd olunmalıdır və təbii ki, bununla bağlı maarifləndirmə işləri də tərəfimizdən aparılır. Bəli, əslində nəzarət mexanizmləri düşünürəm ki, daha da gücləndirilməlidir. Hüseyn bəy, sahibkarların ad seçiminə müdaxilə etmək ixtiyarınız varmı? Ad seçiminə müdaxilə etməyə ixtiyarımız yoxdur. Sadəcə biz qurum olaraq həmin reklamların qanunvericiliyinə
qanunvericiliyin tələblərinə uyğun olub olmadığını yoxlayırıq və sahibkarlar nəzərə almalıdırlar ki, reklamlarda dövlət dilinin tələblərinin pozulması da reklam haqqında qanunvericiliyin pozulması hesab olunur və bununla bağlı İnzibati Xətalar Məcəlləsinə görə onlar məsuliyyətə cəlb oluna bilərlər və bununla bağlı İnzibati Xətalar Məcəlləsinə görə cərimələr də nəzərdə tutulub və bu cərimələr fiziki şəxslər üçün 300 manatdan 500 manatadəkdir, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10.000 manatadək məbləği əhatə edir. Bəli. Hüseyn bəy, ümumiyyətlə açıq məkanda dövlət dili normalarına uyğun olmayan reklamlara rast gəldiyimiz zaman nə etməliyik biz? Hara müraciət etməliyik? Biz belə bir kampaniyada həyata keçirmişik. Bununla bağlı vətəndaşlardan xahiş olunur ki, belə hallara rast gəldikdə həmin obyektin reklamının şəklini çəkib Adragov hashtag ilə paylaşa bilərlər. Dövlət Reklam Agentliyinin 14-12 çağrı mərkəzi var. Bizə müraciət edə bilərlər.